Paulun Efeslilərə məktubu 1-ci fəsil. Allahın iradəsi ilə Məsih İsa'nın həvarisi olan mən Pauldan, Məsih İsa'da sadiq qalan Efesdəki müqəddəslərə salam. Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir dua verən Allaha, Rəbbimiz İsa Məsihin atasına alqış olsun. O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə onun qarşısında müqəddəs və nöqsansız olaq. Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, özü üçün övladlığa götürsün. Belə ki, sevimli oğlunda bizə bəxş etdiyi öz lütfünün izzətini məth edək. Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi öz zəngin lütfünə görə biz oğlunda onun qanı vasitəsilə satın alınmaya, təqsirlərimizin bağışlanmasına malikik. Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını o, Məsihdə əvvəlcədən təyin etmişdi. Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək. Hər şeyi öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki, qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin məthi üçün mövcud olaq. Həqiqət kəlamını, xilasınızın müjdəsini eşidib Məsihə iman edən zaman, siz də vəd olunmuş müqəddəs ruhla onda möhürləndiniz. Müqəddəs ruh, Allaha məxsus olanların satın alınmasından ötürü irsimiz üçün qoyulan girovdur. Belə ki, Allahın izzətini məth edək. Bundan ötürü mən də Rəbb İsa'ya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib, sizi dualarımda yada salaraq, durmadan sizin üçün şükür edirəm. Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli ata, özünü sizə tanıtmaq üçün hikmət və vəh ruhunu versin. Qoy o, qəlbinizin gözünü nurlandırsın ki, onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiz. Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, onu ölülər arasından dirildib səmada öz sağında oturtdu və hər başçı, hakim, qüvvə və ağadan yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan onu çox yüksəltdi. Hər şeyi ona tabe edərək ayaqlarının altına qoydu və onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət onun bədənidir və hər şeyi hər tərəfli bütövləşdirənin bütövlüyüdür. Efeslilərə məktub 2-ci fəsil. Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itayətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmüdarına uyaraq, bu günahların içində həyat sürürdünüz. Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək, cismani təbiyyətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiyyətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün, təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsa'da,
onunla birlikdə dirildib səmada oturtdu. Bunu Məsih İsa'da bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. Çünki iman vasitəsilə lütflə xilas oldunuz. Bu sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. Çünki biz Allahın yaratdığı əsərlərik. Əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsa'da yaradıldıq. Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın. Bədəndə əllə icra olunan sünnətə malik olub sünnətlilər deyə tanınanların sünnətsiz adlandırdığı sizlər o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. Amma bir zamanlar uzaq olan sizlər, indi Məsih İsa'da, Məsihin qanı sayəsində yaxın oldunuz. Çünki Məsih özü barışığımızdır. O, hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti öz cismi ilə yıxdı. Qanunu, əmirləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən özündə yeni bir insan yaradaraq barışıq təmin etsin və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi. O, gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma müjdəsini yaydı. Çünki hər iki tərəfdən olan bizlər onun vasitəsilə bir ruhda atanın hüzuruna çıxa bilərik. Deməli, artıq yad və qərib deyilsiniz. Siz müqəddəslərlə birlikdə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz. Güşədaşı isə Məsih İsa özüdür. Bütün bina onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Siz də ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz. Efeslilərə məktub 3-cü fəsil. Mən Paul, siz başqa millətlərdən olanlar uğrunda Məsih İsa'nın məhbusuyam. Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi. Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz. Bu sir əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndi isə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə ruh vasitəsilə açılmışdır. Sir budur ki, başqa millətlər də müjdə vasitəsilə Məsih İsa'da eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir. Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi. Buna əsasən müjdəni yaymaq üçün xidmətçi oldum. Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı müjdəni millətlərə yayım və hər şeyi yaradan Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. Belə ki, Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin. Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik. Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötürü ruhdan düşməyin. Bu sizə izzət gətirir. Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən atanın qarşısında diz çökürəm ki, o,
izzətinin zənginliyinə görə öz ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız. Belə ki, bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz, yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha, imanlılar cəmiyyətində və Məsih İsa'da izzət bütün nəsillər boyunca əbədi olsun. Amin. Efeslilərə məktub 4-cü fəsil. Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Tamamilə itayətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi, bədən bir, ruh bir, Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır. Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir. Bunun üçün belə deyilir. Ucalara çıxıb əsirləri özü ilə apardı. İnsanlara hədiyyələr verdi. Bəs bu çıxıb sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi. Enən də odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da odur. Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki, Məsihin bədəninin inkişafından ötürü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. Bunun nəticəsində hamımız imanda və Allahın oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq. Belə ki, artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hilələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin başı olan Məsihə bənzəmək üçün hər tərəfli böyüyək. Bütün bədən onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvü surətdə ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin. Onların şuurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular. Həssaslığı hər tərəfli itirərək, hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər. Sizsə Məsihi elə öyrənməmisiniz. Əlbəttə, siz İsa'nın səsini eşitdiniz və İsa'da ondakı həqiqətə əsasən təlim aldınız. Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın. Ruhən və əqlən yeniləşin. Əsl salihlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün. Buna görə yalanı kənara atın. Hər biriniz öz qonşunuza həqiqəti söyləyin. Çünki hamımız eyni bədənin üzvləriyik. Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub, iblisə yer verməyin.
Oğurluq edən artıq oğurluq etməsin. Əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun. Ağzınızdan heç bir pis söz çıxmasın. Amma eşidənlərə xeyir versin deyə, lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. Allahın müqəddəs ruhunu kədərləndirməyin. Çünki satın alınma günü üçün o ruhla möhürləndiniz. Qoy hər cürə kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşı xeyirxah, rəhimli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. Efeslilərə məktub 5-ci fəsil. Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə aranızda çəkilməsin. Çünki bunlar müqəddəslərə yaraşmaz. Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükr olsun. Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar, yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın padşahlığında irsə malik olmayacaq. Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itayətsiz adamların üzərinə gəlir. Buna görə də onların şəriki olmayın. Siz də bir zamanlar zülmət, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salihlikdə və həqiqətdə görülür. Rəbbi razı salan şeyləri ayırd eləyin. Qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. Belə ki, qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. Nurun ifşa etdiyi hər şey aşkardır. Bu cür nə aşkara çıxsa, özü də nur olur. Buna görə belə deyilir. Ey yatan, oyan və ölülər arasından diril. Məsih sənin üzərinə nur saçacaq. Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk eləyin. Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyətsizliğə aparır. Bunun əvəzinə ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun. Rəbbə ürəkdən nəğmələr çalıb oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin. Məsih qorxusu ilə bir-birinizə tabi olun. Ey qadınlar, Rəbbə tabi olduğunuz kimi ərlərinizə tabi olun. Çünki bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin başı olduğu kimi ər də arvadının başıdır. Ona görə cəmiyyət Məsihə tabi olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabi olsun. Ey ərlər! Məsih imanlılar cəmiyyətini sevib, onun uğrunda özünü fəda etdiyi kimi, siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub, kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq, yaxud başqa qüsur olmadan izzətli şəkildə müqəddəs və nöqsansız olaraq öz hüzuruna çıxarsın. Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim, heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar.
Axı biz onun bədən üzvləriyik. Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq. Bu sir böyükdür. Mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin. Arvad isə ərinə ehtiram etsin. Efeslilərə məktub 6-cı fəsil. Ey övladlar! Rəbdə olduğunuza görə ata-ananıza itayət edin. Bu haqdandır. İçində vəd olan ilk əmr budur. Ata-anana hörmət et ki, xoş güzaranın və yer üzündə ömrün uzun olsun. Ey atalar! Siz də övladlarınızı qəzəbləndirməyin. Amma onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün. Ey qullar! Məsihə itayət etdiyiniz kimi, dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itayət edin. Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi canı dildən Allahın iradəsini yerinə yetirmək üçün eləyin. İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. Bilin ki, istər qul, istərsə də azad, hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq. Ey ağalar! Siz də həmçinin qullarınızla bu cür rəftar eləyin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də ağanız göylərdədir və o, insanlar arasında tərəfkeşlik etməz. Nəhayət, Rəbdə və onun böyük qüvvəsində möhkəmlənin. İblisin hilələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz. Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salihliyi zireh kimi döşünüzə taxmış, barışıq müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. Bütün bunlara əlavə olaraq, şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. Xilas dəbilqəsini və ruhun qılıncını, yəni Allahın kəlamını götürün. Hər cür dua və yalvarışla, həmişə ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq, bütün müqəddəslər üçün dua edin. Ağzımı hər açanda, mənə lazımi söz verilsin deyə, mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim müjdənin sirrini açım və bu müjdəni lazımınca cəsarətlə bəyan edə bilim. Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə, Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək. Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o, sizin qəlbinizi ovutsun. Ata Allah və Rəbb İsa Məsihdən bacı qardaşlara sülh və imanla məhəbbət olsun. Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun.